Salam, Qanlı İzlər podkastına xoş gəlmisiniz. Mənim adım Günay. Mənim isə Günel. Mənimsə Humay. Bugünkü bölümü mən danışıram. Yenə başlamadan əvvəl sizə soruşmaq istəyirəm ki, təsəvvür edin, siz bir insanla tanış olmusunuz və o insan tam xəyalınızdakı insandır. Yəni işdən evə gəlirsiniz, hazır yeməyi bişirib, ev təmizdir, uşağınıza baxır, necəm sizi əl üstündə saxlayır. Tam belə prens deyəcəyiniz bir insanla tanış olmusunuz da. Məni izah Hardasa edin. o dəqiq götürərəm, amma darıxaram da. Çünki o dalaşmıram, hər istədiyimi önümə sərirsə, fikir Yəni mübadiləmiz mükəmməl yoxsa, bir insandır. yox, elə də biraz şey olaram. 50% zaten mənimkində var. Bəsimdir. Günə sən nə düşünürsən? Keyfini çıxardaram. Tamam. Və təsəvvür edin ki, elə bir insanla tanış olmusunuz və çox da qəşəng gedir də və bir müddət sonra bir şey baş verir ki, siz dəhşətli dərəcədə o insandan nifrət də yox. Yəni həm düşünürsüz ki, baş verən hadisə ola bilməz, çünki siz onu o qədər yüksəltmisiniz özünüz üçün. Yəni onu Tanrı yerinə belə qoymusunuz da və baş verən hadisələrə inana bilmirsiniz. Yəni sizdə nə baş verməlidir ki, o Tanrı yerinə qoyduğunuz o prensiniz gözünüzdən düşsün. Tanrı yerinə qoymaram, axı indi özümü o yerə qoyuram, amma şəxsi Bilirəm, həyatımda mən də qoymaram. şəxsi həyatda qoymuram, məsəl üçün. Adam öldürməlidir, indi true crime olduğumuza görə Hı. aldatmalıdır ya da o elədiyi hərəkətlərdən birini eləməsə. Yox, eləməyəcək. İndi mən də özümü yerinə qoyuram. Bəlkə kimsəni aldadıb, kimsənin həyatıyla oynayıb, həyatını məhv edib öldürsə inana bilərəm. Tamam. Biz 1976-cı ilindəyik, 1 martdayıq. Həftənin birinci günüdür. Elizabeth Kendall bir məhkəmə zalında oturub, yanında da sevdiyi adamın ailəsi var. Çöldə qar yağır və hava soyuqdur. Elizabeth hər şeydən çox sevdiyi o adam məhkəmə sanığının yerində oturub və hakimin hökmünü gözləyir. Biz Salt Lake City şəhərindəyik. Güya o adam cavan bir qadını qaçırtmaq istəyib və bu qadının adı Carol Devons. Carol deyir ki, o adam ona bir mağazanın önündə olanda güya yaxınlaşıb və özünü polis kimi təqdim eləyir və bir yalanla maşınını aparıb. Bir sualım var davam etmədən. Polis kimi özünü qələmə verib maşınına aparır. Mən baxaram, soruşaram. Polis maşını, şəxsi maşın olsa, Orasına gəlləmində. Yəni polis formasında geyinib və hətta polis vəsiqəsi belə göstərib. Carol o adamın maşınına oturan kimi o adam onun əllərini bağlamağa çalışıb və bir dəmir çubuqla döymək istəyib. Carol amma qaçmağı bacarıb. İndi isə Carol məhkəmədədir və ən pisi odur ki, Carol inana bilmir. Onun qaçırılması 7 ayrı qadının qaçırılması və ölümü ilə əlaqəlidir. Və bu 7 ayrı qadının ölümü isə Seattle şəhərində baş verən 8 ayrı qadının ölümü ilə əlaqəlidir. Təkrarlayım cümləmi. Mən də biraz əsəbləşdim bunu eşidəndə. Yəni mən ona fikir verirəm ki və özümü elə hesab edərəm ki, mən qurtuldum. Çünki mən də 100% öldürəcəkdi məni. Baxaq da, baxaq bəlkə sənə nə eləyəcəyini hələ bilmirik. Deməli, Elizabeth indi məhkəmə zalında oturub və ehtimal var ki, onun sevgilisi təxminən 15 qadının ölümünə səbəb olub. Gedək indi 7 il əvvələ. O adam kimdir, Elizabeth kimdir? Onu birinci bir söhbət eləyək, danışaq o barədə. Söhbət eləməmişdən əvvəl bir bağışla. İndi bu dəlillər məhkəmədə göstərilir də. Orada oturan qadın o kişini də görüb və təsdiqləyir. O hələ də inanmır bunu həyat yoldaşı idi. Elizabeth inanmaq istəmir, ailəsi inanmaq istəmir. Onlar hələ şok içindədir. Onlar nə düşünəcəyini bilmirlər. Bəlkə də desə yalandan, ikiz qardaşım var, ona da inanarıq. Amma indi mən də özümü onun yerinə qoyuram.
Mən həyat yoldaşım indi kimsə gəlib desə ki, kimsən haqqına girib məsəl üçün, nəsə bir tərs iş görüb, mən də inanmıram. Çünki heç birimiz onu elə insan kimi də tanımırıq. Ya səhv kimsə gəlib desə, Günayın yoldaşı bunu Mən eləyib, ömür inanarsın. boyu inanmaram. İnanma. Yox, Yəni qəti. bilirəm ki, necə insandır. Demək Günay- ki, yaxşı oyunculuğu bacarır ki, inanmır da. İndi mən belə deyim. Mənim həyatımda true crime-dan əvvəlki dövr var, true crime-dan sonrakı dövr var. İndi əvvəlki dövrünə rast gəlsəydi, yəni bu işlərlə məşğul olmamışdan əvvəl inanmazdım. Amma indiki halımdan mənə indi qapı döyülsə, desə ki, bəs həyat yoldaşın belə-belə inanardım. Mən də inanardım. Bəzən hətta sual verirəm. Deyirəm ki, bəzən ona, sənin bəlkə ikinci həyatın var, insan öldürürsən və mənim bundan xəbərim yoxdur. Özünü mal kimi göstərirsən, bəlkə də mal deyilsən, belə serial killer kimi yaşayırsan ikinci həyatını. Bəzən belə Mənim söhbətlər yoldaşıma açıram. İnanarsan, gəlib desə ki, Günayın yoldaşı bunu belə səhv hərəkətlər edib. İnana bilərsən. Niyə inanmıyıq? İndiki zamanda hər şey mümkündür. Mən yoldaşın göz qabağında deyil. Həftənin X günü xaricdədir, X günü yanındadır. Mənki həftə 7-24 gözümün qabağındadır. İnanmağa da Problem icazə ondadır ki, o evdən çıxmaq belə istəmir. Hə, o qədər tənbəl. O qədər evdardır ki. Hə, evdə. İşdən evə pisiyor. Mağazaya Açılır. çörək almağa getsə belə səninlə gedər ki, tək getməz. Nəsə, Hə. devam. Tamam. Devam edək. 7 il əvvəl Liz o adamla tanış olub. 1969-cu ildə Utah şəhərini tərk eləyib, yəni Liz Utah şəhərini tərk eləyib, qızı ilə birlikdə. Qızının adı Molly və Molly hələ 2 yaşındadır. Liz ərindən boşanıb və Seattle şəhərinə qızı ilə yeni bir başlanğıc, yeni bir həyat qurmaq istəyirdi. Liz xristian ailəsində böyüyüb və o ailəsi çox geri düşüncəli idi. Yəni qadın uşaq doğsun, uşaq böyütsün, ərin sözündən çıxmasın, ev işi görsün və mümkünsə heç belə danışmasın, düşünməsin, səsi belə çıxmasın. Bildiyim Thread wife. Çox Amerikada məşhur olan əslində gündəlik həyat Thread wife. İndi Avropaya mod gəlib. Bəziləri də indi onu hətta Hə. YouTube-da özünün TikTokda falan o mükəmməl həyatı göstərirlər, Mən ərlərinə ev qulluq qadınıyam. eləyə. Uşaq böyüdürəm, yemək bişirirəm. Nara Smith misal ya da başqa qadınlar da var. Biri də var, unutmuşam o qadının Çox adını, da o amma qədər var ki. o qədər var ki, onlara özənməyin, həqiqətən. Mənimki gəlib deyir, nə var yemək deyirəm, tapdın onu yeyə bilərsən. Yox, ev qadınlıq nə bilim. Mənlik deyilindən deyim. Mən 30% ev qadınıyam. İşləməsəm, bütün günü evdə otursam, uşaqla O başqa. mənim ürəyim sıxılardı. Yəni mümkün deyil. Yox, Ya mən düzü- o şərtdən evdə oturam ki, yoldaşım qəşəng pul qazansın, hurts. mən o pulla gəzim. Yoxsa yox. Sırf yoldaşım pul qazansın, mən evdə oturum, ona yeyib içmə bişirim, sırf ev Evlə, işlərini uşaqla görüm. məşğul olum Yox. ha. O üçün mən işdən çıxıb evdə oturmaram. O pul qazansın, mən gəzim, onsuz da indi də gəzirəm. Günay, Onu pul qazansın, evə yemək bişirən, təmizləyən tut, onlar eləyər hər şeyi. eləyir. Ağlayacağım. Tamam. Amma onlar indi öz həyat yoldaşından gözləyir də bunları. Liz amma tez anlayır ki, o elə bir həyatda xoşbəxt deyil. Yəni elə bir həyat özünə arzulamır. Liz öz ayaqlarının üstündə durmaq istəyir, işləmək istəyir və o illərdə bu çox yeni bir şey idi. Yəni qadının tək yaşamağı və işləməsi normal bir şey deyildi o vaxtlar. Hansı ildən danışırıq yenə? Biz indi 1969-cu Hə, tamam, başa düşülən hal. Nəzərə alaq ki, bu 50 il əvvəl idi. Yəni o qədər də il keçməyib. Yəni təsəvvür elə ki, biz 50 il bundan əvvəl həyata gəlmiş olsaydıq, bizim həyatımız tamamilə fərqli olardı. Hə, ev qadını. Onu demək istəyirəm bununla. Ey, Allah üzümüzə baxır. Liz indi düşünür ki, yeni şəhərdə hər şey daha yaxşı olacaq. Özünə balaca bir otaqlı bir bina evi tapır. Tapdığı ev Seattle şəhərinin ən güvənli yerində yerləşmir, amma tapdığı ev bir dostunun yaxınlığında olur. Yəni o ərazilərdə bir tanıdığı bir podruqası olur. Ona görə o ətrafa köçür.
Washington Universitetində katibə işi tapır və hər şey çox gözəl görsənir. İşi, evi, qızı, hər şey onun üçün yaxşı gedir. Yoldaşı yoxdur da, tək. Yox, boşanıb, o artıq boşanıb və Seattle şəhərinə köçüb Washington Universitetində katibə işi Bir dəqiqə, indi Elizabethdən danışırıq. Elizabethdən gedir. Ona bəzən Liz deyəcəm, çünki Elizabeth biraz uzun addır. Təkrar edirəm, Elizabeth məhkəmə otağında oturub sevgilisinin hökmünü gözləyən qadındır. Yəni o Carol idi. Biz Elizabethdən söhbət edirik. Anladım. Yəni ərini yerinə qoyan, Sevgilisi, əri deyildi. sevgilisini. Liz bir müddət sonra özünü tək hiss eləməyə başlayır və bir gün dostları ilə kluba gedir ki, bu normal şeydir. Yəni hər bir qadın həyatında birinin olmasını istəyir. Orada 2 pivə içir, rəqs eləyir və dostları ilə gözəl vaxt keçirir. Klubdan bir adamla tanış olur, ikisi söhbət eləməyə başlayır. Birlikdə rəqs eləyirlər, amma yolları yenə də bir müddət sonra ayrılır. O axşam Liz başqa bir adamla da tanış olur, onunla da rəqs eləyir və o ikinci adam Lizi rəqs edərkən əlləməyə başlayır və bu Lizin heç xoşuna gəlmir. Elə ki Liz oradan uzaqlaşmağa çalışır və o an klubun tam digər tərəfində bir adam görür. Və o adam çox kədərli görsənirdi və Liz o ikinci tanış olduğu adamdan uzaqlaşır və klubun digər tərəfində oturan kədərli kişiyə yaxınlaşır. Analıq hissi gəlib də yəqin indi buna ki, gedim onu güldürüm. Hə, Yazıq ürəyindən gəldi. Ürəyindən gəldi ki, o niyə belə kədərlidir? Gedim yanına və yanına gedər-getməz zarafat eləməyə başlayır ki, keyfini açsın. Liz deyir ki, sən elə görsənirsən ki, elə bil sənin ən yaxın dostun ölüb. Düşünmədən Lizin bu ağzından çıxdı. Və ölüb də. Sonra Liz deyir ki, çox üzr istəyirəm. Mən niyə bunu belə dedim, heç özüm də bilmirəm. Başqa heç ağlıma gəlmədi. Amma yenə də Lizin dediyi işə yaradı və ikisi gecənin sonuna qədər bir yerdə oturub söhbət elədilər. O adamın da keyfi açılmağa başladı. Keçmişdən danışdılar. Liz o adamı süzür və o adamın geyimini çox bəyənir. O adam çox qəşəng, səliqəli geyinib, saçları buruq idi, gözləri göy rəngində idi və üzü də çox yaraşıqlı idi. Şəklin verəsən bizə? Verəcəm, amma indi yox. Çünki indi Balışın altına siz qoyarsan biləcəksiniz ki, o günah. kimdir. Elə izah elədi ki, gözlü falan ürəyi indidən əridi qızın. O ərimədim, amma nəsə ağlımda bir şey var. Daha Avropai bir görünüşlə malik idi. O adamın 23 yaşı var, amma Liz inana bilmir. Çünki yaşından çox daha yetişkin görsənir. Elə bil ki, həyatında çox şey yaşayıb və görüb. Liz çox heyran qalıb və o adamın adını soruşur və harda yaşadığını bilmək istəyir. O adam deyir ki, özü də şəhərə yeni köçüb, hüquq oxumaq üçün gəldiyini deyir. Sonra isə adını deyir və mən sizə adını indi hələ ki demirəm. Biraz gözlə qalsın hələ. Liz artıq ağlında yalnız o adam var və artıq o evlənmə fikirlərini və planlarını hətta qurur. Yəni o gecə klubda onlar söhbət edərkən Liz artıq ağlında o insandan evlənmə fikirlərini əmələ gətirdirir. O adam Lizə deyir ki, mən sənə yemək bişirmək istəyirəm, sənə yaxşı baxmaq istəyirəm. Yəni çox gözəl sözlərlə Lizi belə barmağında fırlatmağa başlayır və Lizin ağlında ancaq o adam var artıq. Başqa heç bir şey düşünə bilmir. Sonra hər şey tez keçir. Yəni birdən-birə hər şey olur. Siz indi düşünərsiniz ki, onlar gedib bir yataqda birlikdə olurlar. Xeyr, elə bir şey olmur. Amma o adam o axşam Lizin evinə gəlir. Bir yataqda yatırlar, amma yalnızca yatırlar. Yəni başqa heç nə baş vermir. Başını qoyub bir-birinə toxunmur. yox. Elə bir şey olmur, yalnızca yatırlar. Axşam ancaq bir qəribə hadisə baş verir yenə də. Gecə yarısı Liz oyanır və görür ki, o adam Lizin otağındakı duxularını iyisinə baxır və Lizin əşyalarına baxır. O an Liz amma pis bir şey düşünmür və yatmağa davam eləyir. Yəni Liz üçün qəribə gəlmədi yenə də o qədər. Səhər o adam Lizi bir
çaşka kofe ilə oyadır və Liz xoşbəxtçilikdən az qala uçurdu. Liz düşünür ki, mən onun kimi yaraşıqlı bir adamı, belə mükəmməl bir adamı necə tapa bildim? Liz yatdığı ərəfədə o adam oyanıb Lizin balaca qızına Molly səhər yeməyi hazırlamışdı. Hətta oyanıb səhər kofe elədi, Molly üçün yemək bişirdi və mətbəxdə Lizin oyanmasını gözləyirlər. Mən özümünkün dalıcan çıxıram. Get uşağın yeməyini hazırla. Elimdə işim var. Nə deyək? Liz üçün bu situasiya çox yenidir və qəribədir. Həmçinin də çox içdiyi üçün də çox utanır. Yəni bir gün əvvəl klubda o qədər çox içki içdiyinə görə utanır biraz da. İçində düşünür ki, burada duran adam üçün kifayət qədər yaxşı deyiləm. Öz-özünə deyir. Yəni bu kişi daha yaxşı şeylərə layiqdir. Özün bəyənməməyə başlayır. Bəli. Özündə nöqsan axtarır. O qadınlar var, məsəl üçün nəsə bir yaxşılıq görürlər, ömür boyu görmədikləri. Balaca bir yaxşılıq belə olsa, özlərini o yaxşılığa layiq görmürlər, kiçildirlər o an. Və ondan sonra nə baş verirsə, pisliklər elə gəlir şey kimi, ip kimi çəkirsən belə. Çünki onlar özlərini sevmir. Həqiqətən bunu izah eləmək çətindir. Biz layiqik. Yəni mən heç vaxt özümü demərəm ki, mən buna layiq deyiləm. Niyə mən yaxşı ki mənim başıma gəlir? Mən həmişə deyirəm ki, mən bundan da yaxşısına layiqəm. Daha da yaxşı olmalıdır. Ola bilər əslində. Mən o düşüncə ilə gedirəm. Bir gözəl sözlə yetinmirəm də. Liz düşünür ki, bu adam üçün kifayət qədər yaxşı deyil və ona görə də o adamla sağollaşır və yollarını ayırmaq istəyir. Amma o adam həmin gecə yenə zəng vurur və Lizlə görüşmək istəyir. Amma Liz yenə də utanır və özünü pis hiss eləyir. Bir neçə gün sonra bir nəfər universitetə zəng vurur, Lizin işlədiyi universitetdə və orada Elizabeth Kendall adında bir qadının orada işləyib işləmədiyini bilmək istəyir. Yəni böyük ehtimal o adam idi ki, yoxlamaq istəyir ki, bu mənə yalan danışır, yoxsa həqiqətən orada işləyir. Liz işdən sonra evə sürmək istəyəndə görür ki, yəni bu hadisə, yəni ona kimsə zəng vurub, onu soruşduğu o hadisə qəribə gəlmədi. Yəni o gün işdən çıxıb evə getmək istəyəndə o parkovka yerinə gedir və o adamı Lizin maşının yanında gözlədiyini görür. Stalkingdir ki, ta. Hələ nələr baş verəcək? Yəni bilmirəm o sizə tanışdı red flag sözü. Yəni hər şey həqiqətən alarm göstərir mənim gözümdə. Adi o mükəmməlliyi o kifayət elədi. Amma Liz özündən o qədər narazıdır ki, Günel. Bu o artıq bunları görmür ya görmək istəmir məncə. Amma iş yerinə də gəlmək nədir? Məsələn, mənim başıma gəlsəydi, mənim sevdiyim bir insan iş yerimə zəng vurub, məni orada soruşsa, mən çox utanaram. Yəni düşünək ki, telefonum sönüb və ya zəng çatmır mənə. Dövrünə bir salmadı. Gör hansı dövr idi. Bilmirəm, indi mən indiki dövrdən söhbət gedir. Kontrol istəyir də, bütün hər şeyi ələ almaq istəyir yəqin ona görə. Attım da artıq o məncə. Keçmiş həyatıma geri atıldım biraz. Orada da bir nəfər var idi. Hardan yadındadır Humay bir dəfə iş yerindən çıxırdım səndən bərabər. Bilirəm, Uzaqdan bir dənə ağ bir nöqtə gördüm. Hələ gözü kör gəzirdim, açığım yaxşı değildi. Humay gördüyümü sən də mi görürsən? Sən də deyirdin hə. Yəni hara gedirdin, sonradan pırt eləyib çıxırdı. Amma şəhərdə o işlədiyim vaxtlar idi, yadıma düşdü. Hə. idi. Stalker'ın damğasını vurmuşdu. Çıxarı çıxardı. Qız onların akıbəti nə oldu? Ay gəbərsinlər hamısı. Hər nəysə, yəni indi özümü Lizin yerinə qoyum. Liz yenə əvvəlki başlanğıcdadır. Mən biraz ortasındaydım. Amma gözü kör gəzirdim də. Çünki o qədər bürünmüşdü, beynimi yumuşdu ki, heç nəyi hiss eləmirdim. Qırmızı alarmlar var burada, çoxlu. Hələ orana bitmir. Və dediyim kimi, indi Lizin maşın yanında Lizi gözləyir və Liz o an bizim kimi indi düşünmür ki, yəni o bizi stalking edir. Liz əksinə düşünür ki,
bu çox romantikdir. Ay mən onun üçün əslində nə qədər çox darıxmışdım və bunu onu görər-görməz anladım deyə düşüncələr əmələ gəlir. Yəni əksinə dəhşətli dərəcədə xoşbəxt olur. O adamla mağazaya gedirlər və o bir steyk və çaxır alır. Axşamı bir yerdə keçirirlər və həftə sonu kiçik tətil eləyirlər. Qısa vaxtdan sonra o adam Molly üçün sözün əsl mənasında ata kimi olur və üçü balaca ailə kimi olurlar. O vaxtlar evə tək Liz pul gətirirdi və beləliklə o adam təhsilini almaq üçün maliyyə cəhətdən Lizdən kömək alırdı. Amma Liz düşünürdü ki, o adam hüquq oxuyacaq gələcəkdə. Ona görə də onun ailəsinə, Mollyyə və özünə o adam yaxşı baxacaq. Yəni indi çətin olsa da problem deyil, gələcəkdə o bizə baxar. O adamın manipulyasiya bacarığı o qədər güclü olub ki, Liz və Molly üçün özlərini həmişə o adamdan bir qədər aşağıda hiss eləyirdilər və həmişə düşünürdülər ki, o adam üçün kifayət qədər yaxşı deyillər. Yəni yalnızca bu Liz bunu düşünmürdü. Molly belə o yaşlarda düşünürdü ki, mən onun üçün daha yaxşı bir qız uşağı olmalıyam. Mən daha yaxşı olmalıyam ki, o məni daha da çox sevsin. Molly, Molly. o yaşda, Molly indi o ərəfələrdə 200 yaşındaydı. o yaşda oğlum elə düşüncə nə yaxşı olar ki, hələ gör 6 yaş olacaq. Başıma oyundan oyun gətirir. Bir cavab qaytarmaları var. Liz və Molly o adamın razı salmaq üçün geyimlərini belə dəyişmişdilər. Daha mədəni paltarlar geyməyə başlamışdılar. Yəni mədəni dediyim qapalı. O bəzən filmlərdə görürük, keçmiş xristian ailələri belə uzun yubqalar, boğaza qədər bağlı koftalar geyinirdilər. Liz və Molly artıq bu cürə geyimlər geyməyə başlamışdı. Molly irəli zamanlarda, yəni illər sonra deyir ki, o adamın bizi seçməsi bizim üçün çox böyük bir onur idi. Molly artıq böyüdüyü zamanda bunu reportajda deyir Neçə ki, yaşı var idi? onunla tanış olanda 2 yaşı var idi, Bilmem. amma bu reportajı verəndə artıq böyümüşdü. 20-30 yaşı falan var idi və o deyirdi ki, o vaxtlar üçün onunla tanış olmağımız bizim üçün o vaxtda böyük bir onur idi. O adam Molly üçün o vaxtları həqiqətən bir ata kimi olur. Mollyyə VSV sürməyi öyrədir. Axşamları yatmadan əvvəl hekayə oxuyur, yemək bişirir və hamı düşünür ki, bu hər qadının xəyallarındakı kişidir. Liz sonra deyir ki, mən özümü buludların üstündə hiss eləyirdim. Hər şey çox gözəl idi. Evdə hər gün otursun, yemək bişirsin. Mən ancaq işləyim, o mənim üçün O təhsil alırdı. Təhsil alsın, mən onu saxlayım. Yox, gətir. Məncə də qəti mən də elə bir şeyə heç vaxt razı qalmaram, amma Molly o vaxtı düşünür ki, tamam o təhsilini alandan sonra o bizə yaxşı baxacaq, evə qəşəng pul gətirəcək. Molly Bəlkə eyni təhsil zamanda onu almırdı. düşünür. Yox, təhsil alırdı. O adam tək evdə elə deyildi, eyni zamanda universitetdə də elə idi. Universitetdə hamı onu çox istəyirdi. Qayda qanunlar o adam üçün çox vacib idi. Məsələn, bir ara universitetdə söhbət gedirdi ki, qiymətləndirmə ləğv olunsun və tələbələr öz-özlərinə qiymət versinlər. Və professorlar o vəziyyətlə baş çıxara bilmirdi. Amma o adam birdən-birə ayağa qalxıb bütün tələbələrə izah eləyib ki, bu düşüncə səhv düşüncədir, qayda qanun lazımdır və bütün tələbələr də o adamı dinləyib və razı qalıblar nəhayətində və öz-özünə qiymətləndirmə dayandırılıb. Qısası elə görsənir ki, o adam mükəmməl biridir. O adamın hətta kiçik bir qardaşı var və o da tez-tez qonaq gəlir. O da böyük qardaşını dəhşət dərəcədə çox sevir, amma o vaxtları heç kim bilmirdi ki, 3 il sonra o adam qatil olacaq. Yəni ilk cinayətini 3 il sonra həyata keçirəcək. Hə, hələ keçirməmişdi. Bu illərdə hələ yox. Bu illərdə hələ əlləri titrəyirdi. Yəni hələ hazırlıq görürdü. Və nə cür hazırlıq gördüyünü də indi sizə danışacağam birazdan. 1972-ci ildə o psixologiya üzərində universiteti bitirir. İndi isə hüquq oxumaq istəyir. Yəni siz indi təsəvvür edin. Dəhşətli dərəcədə yaraşıqlı biridir, geyimi, oturuşu, danışığı gözəldir. Psixologiyanı
qurtarıb, bitirib, yəni manipulyasiyanı zaten bilir bu. İndi isə psixologiya sayəsində insan oxumağı belə bilir və ikinci addım hüquq oxumaqdır. Step by step, addım ba addım özünü hazırlıq görür. Biz amma indi ilk xəbərdarlıq siqnallarını görür. O adam oğurluğa başlayır. Onlar həmişə bir yerə gedəndə o xüsusilə yaxşı geyinir və getdiyi hər yerdən də həmişə nəsə oğurlayır. O adama sonra deyir ki, sən bunu eləməməlisən. Axı sən hüquq oxuyacaqsan və gələcəkdə politikaya girmək istəyirsən. Sən oğurluqla tutulsan bu necə olacaq? Deyə adamla danışmaq istəyir, amma o adam üçün bahalı şeylər həmişə çox vacibdir. Yəni gözəl görsənsin, bahalı saatlar, yəni cəmiyyət onu varlı hesab eləməsi onun üçün həmişə çox Göstəriş. vacibdir. Göstəriş. O bir dənə söz var, üstdən bəzək, altdan necə? Təzək. Altdan təzək. O vaxtları tək o adam politikaya meyilli deyildi. Çoxlu yeni partiyalar qurulmuşdu. Tələbələr hər şeyi sorğulamağa başlamışdı və ən əsası qadınlar iş həyatına giriş eləyib və daha çox azadlıq almaq üçün savaşırdı. Hər şey nə qədər gözəl görsənsə də, bu qədər dəyişikliklər çoxlu yeni problemlər həyata gətirirdi. Məsələn, qadına qarşı şiddət birdən-birə dəhşətli dərəcədə artmağa başladı. Polisi döyürdü. Yox, söhbət lisdən getmir. Mən ümumilikdə deyirəm, dediyim kimi qadınlar o illərdə azadlıq istəməyə başladılar, işləməyə başladılar və bu kişilər üçün gözəl bir şey deyildi. Şiddət birdən-birə artmağa başladı. Qadın ki özünü güclü göstərmək istəyir, kişi də ondan qorxur, o dəqiqə susturmağa başlayırlar. Nəysə, yaxşı ki bacarmırlar. Ondan əlavə sən bir səsi susturarsan, iki səsi susturarsan, bütün qadınlar amma eyni səsi çıxartsa, o bütün qadınlar kişilər sustura bilməz axı. Yəni mümkün deyil. Amma məncə o evdə verilən tərbiyədən ya da o insandan asılıdır. Mənim yoldaşım istəyirdi ki, o qədər sərbəst olum ki, artıq onunla heç nə istəməyim. Deməli, Seattle şəhərində təcavüzün sayı çoxaldı və indi bir adam var. Bir adam hansı ki, bunun qarşı nəsə eləmək istəyir. Bir qəhrəman kimi hamını xilas eləmək istəyir. Yəni bütün qadınları xilas eləyəcək o adam gəlir. Sizcə bu adam kimdir? Təbii ki, bizim o yaraşıqlı, karizmatik prensimiz. Narsistə ancaq elə ad o yaraşır məncə. Özünə bəyənmiş biri, hə. Hə. Prensimiz, yəni bizim bu qəhrəmanımız indi Crime Prevention Project-də üzv olur. Yəni təcavüzlərin, qadına qarşı şiddətin qarşısını almaq istəyən bir proyektdir və bizim qəhrəmanımız xüsusilə təcavüz hadisələrində məşğul olur. Yəni təkrar edirəm, psixologiyanı qurtarıb, manipulyasiyanı çox gözəl bacarır, yaraşıqlıdır, hüquq oxumaq istəyir və indi isə təcavüz hadisələri ilə məşğul olur və bu hadisələrə baxır. Polislərlə birə-bir bir yerdə işləyir. Məncə o bilə-bilə orada eləyir ki, O özünə hazırlıq görür. özünə hazırlıq görür ki, mən necə hərəkət edeyim, mən tutulmuyorum. Sözün Hansı əsl mənasında. qadınlar daha çox yaralıdır, hansı elə yaxınlaşa bilərəm ki, gözə çarpmasın. Məncə o niyyətlə eləyir onun hamısını. O ümumilikdə bir neçə şeyi orada öyrənmək istəyir və yəni o bilmək istəyir ki, bu qadınlar təcavüz sırasında nə hiss eləyir? Təcavüzdən sonra nə baş verir? Polis bu cür hadisələrə necə yaxınlaşır? Bu təcavüzü edən şəxsin başına nə gəlir və o təcavüz edən şəxs nə eləsə tutulmur. Yəni bunların hamısını birə-bir öyrənir orada. Amma təbii ki, heç kim o insanın əsl niyyətini bilmir. O adam tək bu proyektdə işləmir. O hətta bir intihar hotline-da işləyir. Mən bunu araşdıranda əsəbimdən gülmədən dura bilmirdim. Yəni onunla üz-üzə oturan kolleqası, qadın kolleqası sonra deyirdi ki, o işini o qədər gözəl, o qədər yaxşı görürdü ki, ən yaxşılarından biri idi o. O hamıya gözəl kömək eləyirdi. Yəni xahiş edirəm intihar eləmə, mən sənin üçün həll eləyərəm. Hə, mənə harda olduğumu biləndə nə mən gəlirəm. Yox, o həqiqətən çox adamı intihar düşüncəsindən geri çevirib. Amma məncə
bəlkə də o insanları seçirdi ki, bəlkə onları öldürsün, çoxsu elə bilsin ki, özlərini intihar ediblər. Yox. Çünki hotline-ə zəng vurub. Məncə o yalnızca manipulyasiya gücünü artırmağa çalışıb. Yəni Günay, danışma o qabiliyyətini yaxşılaşdırıb məncə. narsistdir. Yəni kiməsə hətta kömək eləsə, həyatını qurtarsa ona ya Allah səni saxlasın, nə bilim nə deyəcəklər də. Ona o təşəkkür lazımdır. Dərman şey kimidir o, Narkotik asılılıq kimi. kimi. Hı? O dozanı hər gün almasa dəli olardı. Yəqin o ən kiçik dozası idi. Ondan sonra artdı. Arta gedir. Yəni mən də onu deyirəm də. Yəni o bayaq dediyim kimi 3 il sonra ilk cinayəti törədir. Bunların hamısı mənim gözümdə bir hazırlıq kimidir. Yəni o yavaş-yavaş addım-ba-addım hər şeyi öyrənə-öyrənə gedir. Yəni bir həyata yəni nə məndə təsir edə bilib. Yəqin indi qatil olmamışdan əvvəl ona kifayət eləyirdi. Qatillik də ki bir həyata özü qərar verir və özü o həyatı bitirir. O da bir başqa növ. Özünü şey, Tanrı yerinə qoyub da, cinayəndi. özü qərar verdi ki, kim öləcək, kim qalacaq. O adam amma tanıdığı heç bir şəxsə heç vaxt toxunmayıb. Yəni ətrafında olan dostları, tanıdığı, tanış olduğu insanlara heç vaxt əsl üzünü göstərməyib, özünə həmişə ən yaxşı tərəfindən göstərirdi. Alibi deyə bilərik. Məncə o yalnızsa hamıya göstərmək istəyir ki, o mükəmməl biridir. Hə, çünki araşdırma getsə, ətrafından maraqlansalar, deyəcək, yo, o eləməz. Hətta o Molly, yəni öz qızının olmadığını ətrafındakı insanlar bilmirdi. Hamı elə bilirdi ki, Molly elə əslində onun qızıdır. Yəni ora qədər heç kimə heç nə deməmişdik. Yəni həyatını qəşəng bir hekayə qurmuşdu. Amma bir qəribə şey var ki, o adamın ətrafında olan bütün qadınlar bir qadına oxşayır. Yəni ətrafına yığdığı bütün qadınların xarici görünüşü Sevgilisinə oxşuyur. sevgili deməyim, bir qadına oxşayır. O qadının adı Diane. Onun qəhvəyi saçları var. Saçları həmişə ortadan ayrılıb, çox gözəl bir xanımdır və o adamın ilk sevgilisi idi. Diane onun üçün çox vacib idi. Diane onun olmaq istədiyi hər şey idi. Diane gözəl idi, savadlı idi, varlı idi. Cəmiyyətdə adı var idi. Hamı onu çox bəyənirdi. Və Diane ondan ayrılanda o adamın həyatı, dünyası çökür. Diane ayrılandan sonra deyir ki, mən daha yaxşısına layiqəm. Və bunu eşitdikdən sonra o daha da əsəbləşir və daha çox öz üzərində işləməyə başlayır. O Diane üçün mükəmməl bir insan olmaq istəyir. O universiteti dəyişmək istədi və politikaya girmək istədi. Görünüşünü dəyişdirmək istədi. Yəni həyatını ümumilikdə Diane üçün dəyişmək istədi. O Diane-i əldə saxlamaq üçün hər şey eləməyə razı idi. O adam sonra Liz ilə birlikdə olsa belə, onun ən böyük məqsədi Diananı geri almaq idi. O adam artıq çox şey əldə eləyib və bir gün o iş səyahətinə görə Kaliforniyaya gedir və orada nə təsadüf Diana ilə görüşür. Və özünü həqiqətən elə Dianaya bəyəndirir ki, Diana onunla yenə birlikdə olmağa başlayır. Yəni onlar gizli bir münasibətə başlayırlar. Amma burada qeyd eləyim ki, Diana Lizin varlığını bilmir. Yəni Diana elə bilir ki, həyatındakı yeganə qadın. Səhərləri Diana ilə bahalı hotellərdə görüşür, axşamları isə Liz və Molly üçün axşam yeməyi hazırlayır. İşləyən, intellektual, varlı, mükəmməl qadın lazımdır. Ona Pamela Anderson lazım deyil ya da Kim Kardashian kimi biri. Ona o lazım idi. Onun adını daha yüksəldən biri lazım idi. O qadında da yəqin hər şey tapılırdı. Hər şey var idi. Yəni o adamın arzuladığı hər şey Diana'da idi. Mükəmməlliyi axtaran insandı o. Öldürəcək o qadını. Dinlə və gör. Yəni ən mükəmməli öldürə bilmirsənsə, ona oxşarları həmişə öldürürsən. O da demir, bütün qadınlar ona bənzəyirdi. Ətrafındakı bütün qadınlar Diana'ya bənzəyirdi. Çox vaxt serial killerlərin ya analarına oxşar qadınları öldürürlər,
ya da ki həyat yoldaşlarına uyğun, çünki öz həyat yoldaşını öldürə bilmirlər deyə. Yəni belə deyək də, öldürmək istədikləri şəxsə oxşayan insanlara həmişə qurban seçirlər. İndi davam edirəm. Liz o qədər kör olub ki, o heç bilmədi ki, o adam və Diana evlilik planlarına başlayıb. Amma birdən-birə o adam dəyişilməyə başladı. Birdən-birə səs çıxmamağa başladı. Yəni Diana bir gün ondan xəbər almamağa başladı. Onu telefonla zəng vurur, açmır, axtarır, tapmır. Amma bir gün o adam, yəni qəhrəmanımız o zəngi açır və Diana soruşur ki, nə olub, sənə hardasan, sən niyə gəlmirsən? Və o adam yalnızca soyuq bir səs tonu ilə deyir ki, sən nə deyirsən anlamıram, deyib adboy verir. Çünki o gözləntilərə çata bilmir axı, ona görə indi soyumalıdır, arasını Yo, məncə o soyutmalıdır. qisas almaq üçün eləyib, sonra da bundan ona qarşı eləmişdini, bundan çıxıb deyə o hətta gətirib ki, Diana artıq buna istəyi var, orada da bilə-bilə bitirib ki, o da çuxura düşsün. Ya da ki, nəsə bir zibili var çıxacaq ortaya, ya da ki, ailə münasibətləri atası-gilinin o qədər yaxşı deyil, ona görə uzaqlaşır. İnanmıram. İndi düzü iki teori var, hansı ki bu barədə danışılır. Teorilərdən biri Günelin dediyidir, biri də əslində sənin dediyindir. Yəni birinci teori deyir ki, o oxumaq istədiyi hüquq universitetinə girə bilmədi və bunun utancı onun üçün o qədər böyük idi ki, bunu Diana'ya deyə bilmədi və ona görə Diana ilə ayrılmağı seçdi. Yəni ki, Diana'nın gözündən düşmək onun üçün çox böyük bir faciə olardı. Ona görə Diana'dan ayrılmağı seçdi. İkinci teoriyamız amma deyir ki, o illərlə, yəni 6 ilə yaxın Diana'dan qisas almaq üçün plan qurub. Və əgər həqiqətən də ikinci teoriyadırsa, bu çox böyük, dəhşətli bir şey ola bilər. Yəni təsəvvür edin ki, orada bir adam var, siz o adamdan ayrılmısınız və o adam 6 il boyunca plan qurur ki, o sizdən necə qisas alsın. Deyilənlərə görə ikinci teoriya odur ki, o 6 il ərzində öz üzərində işləyib, geyiminə, duruşuna, təhsilinə falan hər şeyin mükəmməllik dərəcəsinə gətirib Diana ilə təzədən tanış olub, amma bu dəfə o Diana'dan ayrılıb. Hə. Yəni ikinci teoriya İndi mən düşünürəm ki, bizim qisasımı gör neçə nəfər almaq istəyir indi gizli deyirlərdi. 6 il gözləginə. Görəcək. İndi o adam artıq kiçik bir universitetdən, başqa bir şəhərdən yeni təhsilinə başlayıb və qısa vaxt sonra bilinməz bir səbəbdən o şəhərdə ölü qadınlar ortaya çıxır. Artıq başlayıb, işə başlayıb. Yəni o qədər təhsil aldı, dırnaqçına təhsil aldı, onu artıq praktikə keçirir. Dəqiqə, psixologiya oxudu, qurtardı. O proyektdə işlədi, Hüquqa başladı. bu psixologiyanı qurtarıb. Manipulyasiya gücü zaten var. Sonra hüquqa başladı. Amma hüquqa başlamadan əvvəl intihar hotline-da işləyib və o proyektdə işləyib, hardakı qadınların təcavüz və cinayətinin qarşısını almaq Hə, üçün. ondan sonra hüquqa keçib. Ya, hüquq ən axırdaydı. İndi hüquq Okey. təhsilinə başlayıb. İndi hüquq təhsilinə balaca bir universitetdə başlayıb. Okay. Bəli, və o başladığı yer, yəni o şəhərdə yavaş-yavaş ölü qadınlar çıxmağa başlayır. Nədənsə. 4 yanvar 1974. Bir adam Karen Spakes-a hücum edir. Yəni mən demirəm ha o adam. Bir adam. Karen politika oxuyur, rəqs eləməyi sevir və onun hələ 21 yaşı var. O adam Karen'ı izləyib və artıq bilir ki, Karen harda yaşayır. Karen bir evdə yaşayır və evin ən son otağında yaşayır. Yəni ki, hamıdan uzaq bir otaqda qalır. Koridorun sonunda. Demək olar, bəli. Yəni ki, orada nəsə baş versə heç kim eşitməz də, yəni. Yəni bir tələbə evi olub da yəqin. Normal bir tələbə evi. Yataqxana. Binası, yataqxana kimi bir şey ha. Və adam Karen'ı stalking edib, izləyib və hər şeyi öyrənib. 4 yanvar 1974-cü ildə o Karen'ın evinə girir və Karen yatarkən başına dəmir çubuqla vurur.
Siz Heç düşün, olmasa tez öldürür. yox, indi mən onu deyəsəydim, siz elə bilməyin ki, Karen ölür, Karen ölməyib. Yalnızca çubuqla elə başına vurub, Karen indi Bayılır. Əzir də. qanlar içində orada yatağındadır hələ ki. Siz elə bilirsiniz ki, bu indi burada bitir? Yox. Daha dəhşətli şeylər hələ indi başlayır. Sözün əsl mənasında dəhşət hələ tezə başlayır Karen üçün. Elə qana susamış bir şəkildə yatağın bir taxta hissəsini öz əlləri ilə qoparır Ağlıma pis bir şey gəldi. və o qopartdığı taxta ilə birinci başına vurur davamlı olaraq və sonra o taxtanı Karen'ın, bunu dinləmək istəməyənlər bir 10 saniyə irəli atın. Karen'ın vaginal hissəsinə soxur və o taxtanı elə dərinə soxur ki, onun sidik hissəsini deşir. Qeyd eləyək ki, bu o adamın ilk rəsmi qurbanıdır və Karen hələ də yaşayır. Ah, gözlə biraz su içim. Tikan hər yerim şey oldu. Sən də. Kişiyə qarşı elə cinayət elə də görməmişəm. Başda Yoxdur. Yoxdur. Qadın öldürəndə tez öldürür, zəhərlə falan öldürür. Heç belə qanlı işə girmir. Zülm vermək lazımdır bundan sonra. Demə, yazıq qadınlar uşağınızı dünyaya gətirir, sizə baxır, Yedizdirir, zəhərinizi bişirir, qoyur önünüzə. Ta nə istəyirsiniz? Yo, onunla da bitmirlər. Başlayırlar cinayət yolu axtarıb, elə də işgəncə ilə. Yəni öldürəndə də ən ağır, dəhşətli metodu seçirlər. Çatmır, elə bir əsəb qəzəb var bu kişilərin qadınlara qarşı. Bitmir bu əsəb, bu qəzəblər. Adicə indi biz seri katillikdən də deməyək, o qadını döymək, qadına pis davranmaq, elə həyat yoldaşları var ki, arvadını it çırpan kimi çırpır. Dəli Azərbaycanda Evet, var, it- deməyin ki, yoxdur. %100 var, hələ mən də açıq bilirəm. Yəni bu qəzəb, bu insafsızlıq, bu nifrət nifrət. hardan gəlir? Çatmır mənə. Amma öz analarına gəlin bir cavab qaytarsa, mənim anama niyə o sözü dedin deyəcəklər. Get öz arvad və hörmət qoymağı öyrən, sonra öz ana və hörməti gözlə. Nəysə, əsəbləşmədən davam elə. Hələ əsəbləşədən çox şey yaşanılacaq. Günah heç narahat olma. Oh, tamam, su içdim, özümə gəldim. İndi düzü mənbələr deməyək, o öz ifadəsini durmadan dəyişir. Bir deyir, bu mənim ilk qurbanım idi, amma bir şey də deyim ki, bir FBI agenti ilə söhbət eləyəndə o deyir ki, o cinayətdən sonra mən planlı katil oldum. Yəni o cinayətdən sonra planlı katil oldum sözü mənim ağlıma yatmır. Deməli sən əvvəlcədən başqalarını da öldürdün ki, ondan sonra sən planlı olmağa başladın. Yox, Yəni deyəsən biraz- o cinayətdən sonra seri katil olmağı düşüncəsinə gəldi. Yəni Hə, yox, davam İlkindən- edin. Bəlkə bu dedi ki, bunu öldürüm, içim soyusun. Gördü, yox, soyumur. Daha çox buna ləzzət edir, davam edim. Mən elə düşünərəm. bunu neçə cürə yazmaq olar, amma dediyim kimi o ifadələrini həmişə dəyişirdi. Yəni heç vaxt bir sözün üstündə qalmırdı o. Və deyir ki, yəni ondan sonra mən planlı oldum. Yəni ondan əvvəl plansız və struktursuz idim. Ondan sonra mən planlı və strukturlu oldum. Yəni problem də ondadır. Yəni ondan əvvəl planlı və strukturlu oldum sözü qəribədir. Yəni ondan əvvəl deməli sən başqalarını da öldürdün ki, ondan sonra sən planlı olmağa başladın. Yəni sən onu bir çizgi kimi düşün. Burada 0-dır. Ondan sonra 1 2 3 deyə başlayır. Ondan əvvəldən -1, -2 falan gedir. Yəni ondan əvvəli də var idi, ondan sonrası da var idi. O Carol da tam ortada idi yalnızca. Düzə həmişə də deyir ki, yəni Carol ilk idi və dediyim kimi həmişə bu dəyişilir. Bir sözün üstündə qalmır. Və dəqiq bir şey təəssüf ki, yazılı deyil. Danışmaz. Çünki onsuz da itirəcəyi bir şey yoxdur məncə. Amma ifadəsində hər dəfə dəyişməz axı onda da. Hə, nə bilim. Və yenə də demək istəyirəm, bu həqiqətən də amma ilkdirsə, çox iyrənc və dəhşətli bir cinayət idi. Böyük ehtimal var ki, o adam evdə Karen'ın ev yoldaşını eşidir, hansı ki yatanda öz-özünə danışır. Yəni yatarkən danışır və o adam bunu eşidir və oradan o evdən tez uzaqlaşır və qaçır. Və bu bəlkə də Karen'in həyatını xilas edir. Yəni əgər o bəlkə orada biraz da qalsaydı, Karen'ı
%100% öldürəsi idi. İndi yaşadı ondan sonra. Carol yaşayır. Carol yaşayır. İndi nə Amma travmayla. indi gözlə, hələ bunun davamı var. Carol yaşayır, amma necə yaşayır? Carol indi otağında, qanlar içində o dediyim, təkrar edirəm, 20 saniyə irəli atın eşitmək istəmirsinizsə, vaginal bölgəsində otaqda parçası var. Otağın qapısı da bağlıdır. Səsi də çıx. Bütün ev yoldaşları oyanıb, amma heç kim otağına girmir. Hamı düşünür ki, tamam, o imtahanlara görə, dərsə görə bəlkə çox yorğundur, daha çox yatmağa ehtiyacı var deyə hamı səssizdir və səs salmırlar. Artıq o hadisədən sonra 20 saat keçir. Wow. 20 saat Carol qanlar içində, yatağında həyatda qalmaq üçün mübarizə aparır öz-özünə. Ağır yaralarla hələ də həyatda qalmağa bacarır amma. Ev yoldaşları elə bilir ki, Carol, yəni elə bilirlər ki, Carol yatır hələ də, amma 20 saat sonra onlar da deyirlər ki, axı bu insan da nəsə yeməlidir ya yox, deyib otağına girmək istəyirlər və o vaxt görürlər ki, ev yoldaşları görür ki, Carol qanlar içində yatağında uzanıb. Təcili bir şəkildə xəstəxanaya aparırlar, amma o dəhşətli hadisə yenə də özü ilə bir neçə problemlər gətirir. Elə ki, beynində böyük bir travma alır, gözündən və eşitmə bacarığının yarısını itirir və Karen uzun vaxt bu gecə barədə danışa bilmir. Yəni Karen evlənir, uşaqları olur, amma ola bilər. Hətta uşaqları da var. Amma o hadisə barədə heç vaxt danışa bilməyib. Yəni başa düşdük, kim danışa bilər? Danışa bilməyib. İndi biz yəqin düşünürük ki, tamam, qorxub danışmaq istəməyib, amma əslində danışmamağının başqa bir səbəbi var. Ürəyini tökmək istəyirdi. Amma ətrafındakı bütün insanlar, insan dediyimdəki kişi varlıqları, hətta öz atası belə ona susmasını deyib. Niyə? Deyiblər ki, sus da, yəni qadınlar təcavüz olunsa da, döyülsə də susmalıdır. Nəsə mənə tanış gəldi, heç nə demirəm. Bizim hər gün hələ də Azərbaycan mediasında eşitdiklərimizdən də kənar deyil. Kim bu sözümə əsəbləşsə də əsəbləşsin. Mən çünki hər dəfə o televizoru açanda əsəbləşirəm. Ümumilikdə qadınlar döyülsə də, təcavüz olunsa da hər qadına bir şey öyrədilir, özündə saxla. Və Carolyn da sonra deyir ki, qadınlar hansı ki təcavüz olunub və ya döyülüb, o qadınlar o hadisələri həmişə böyük bir sır kimi özündə saxlayırlar. Yəni bu Carolyn'ın öz sözləri idi. Sənin keçən Günel'in podkastı idi deyəsən. Orada da demişdim. Qadınların təcavüzü və o fikrimi ki, niyə geriyə çəkirlər? Hamısı bizim mədəniyyətimizdə. Biz qadınları daha da geriyə çəkib susturmaqdan daha üstün başqa bir şey görmürük. Təəssüf ki. Biz qadınlara həmişə bir şey çox gözəl öyrədirik. O da nə olursa olsun susub həyatlarına davam eləməyidir. İndi biz bilirik ki, Karen ilk və son qadın deyil. Bir ay sonraya keçək. Linda, ümidvaram ki, soyadı düzgün tələffüz edirəm. Linda Healy 21 yaşında gənc bir xanımdır. O Washington Universitetində oxuyur, hardakı Liz işləyir. Linda dostları ilə birlikdə böyük bir ev tutublar, hansını ki bir tələbə evinə çeviriblər. Bəziləri bir otaqda podruqası ilə qalır, bəziləri bir otağı özünə götürüb, kirayəsini tam verir. Yəni ki, böyük bir tələbə evi kimi düşünün. Ki məncə o yaxşı bir şeydir. Yəni mən də qızlarla tələbə evində qalmışam. 3 qız qalırdıq. Çox da maraqlı idi, amma bina evində götürmüşdük. Birlikdə kirayəni bölüşüb yaşayırlar. Linda hamı tərəfindən, bütün şəhər tərəfindən tanınır və hamı tərəfindən də sevilən bir şəxsdir. Yəni düşünürsünüz ki, bu Linda kimdir? Linda hər səhər yerli radio üçün hava şəraitini danışır. Ona görə də Lindanı hamı tanıyır. Linda ən yaxın dostu ilə zirzəmi qatında bir otaq paylaşır. Linda bir gün tez yatmaq istəyir, çünki ailəsi səhəri qonaq gələsi idi və Linda hamı üçün gözəl yemək bişirmək istəyirdi. Lindanın ev yoldaşı axşam yatmadan əvvəl bütün qapı pəncərələrini yoxlayır
kilitləyir və yatmağa gedir. Ev yoldaşı səhər duranda biraz təəccüblənir. Çünki Lindanın yatağı elə görsənirdi ki, elə bir heç kim o yatağa dəyməyib və yatağı səliqəli bir şəkildə yığışdırılıb. Paltarları da yox idi Lindanın, ayaqqabısı da yox idi və bu onun üçün çox qəribə gəldi. Bütün paltarlar. Yo, bir paltar, yəni Hə. sər geymək istədiyi bir paltar yox idi, ayaqqabısı da yox idi, yatağı da səliqəli bir şəkildə elə bir heç Sanki kim çıxıb dəyməyib. gedir. Yox, heç orada heç yatmayıb. Elə görsənirdi. Birdən daha da qəribə bir şey baş verir. Lindanın zəngi çalır, hansı ki oyamaq istədiyi bir zaman, amma onun dostu, otaq yoldaşı o zəngi söndürür. Bir neçə saat sonra telefon çalır. Bu dəfə isə Lindanın iş verəni zəng eləyir. Və o bilmək istəyir ki, Linda hardadır. Çünki Linda hər səhər gedib radioda hava durumunu deyib gəlirdi və bu Linda hər gün edirdi. Yəni ki, bir dəfə olsun o işə getməmək kimi bir şey baş verməmişdi onda. Və hamı üçün bu çox qəribə idi. Lindanın ev yoldaşları indi biraz narahat olurlar və evi yoxlamağa başlayırlar, axtarırlar ki, bəlkə burada başqa bir şey baş verib. Və onlar görür ki, ev qapısının biri açıqdır. Yəni kilitli bildikləri bir qapı açıqdır. Onlar indi fərqinə varır ki, burada başqa böyük bir problem var. Linda heç vaxt axşam evdən tək çıxmazdı. Onlar təcili bir şəkildə polisə zəng vurur. İndi məni əsəbləşdirən o bölüm gəlir. Polis amma telefonda deyir ki, heç narahat olmayın, bəlkə o evdən qaçıb, ya da sevgilisinə gedib, ya da ən böyük ehtimal abort olmağa gedib. Dəxlisi nədir? Vay Bir iki ehtimalı başa düşdüm. Sonuncu ehtimalın dəxlisi nədir? Qadın evdə tapılmırsa aborta gedir. Günay, axı hər qadın bunu bilir. Hər qadın səhər duranda ya sevgilisinə gedir, ya qaçır, ya da ki aborta gedir. Bu üç seçenek var. Deyək bəlkə alış-verişə, bəlkə nə bilim Yox. nəsə səriyim, aborti. Nə sözüm yoxdur, davam et. Mən burada bunu eşidəndə mən dəli O oldum. qədər Ne polisdir bu polis. Gör, hələ polisin özü qadına nifrət. Həqiqətən başa düşmürəm bu kişilərin biz qadınlara olan nifrəti. Onda əl çəkin də bizdən. O qədər nifrət edirsiniz ki, öz həyatınızı tək qurun da. Hələ nifrət edib evlənib uşaq da gətirdirirsiniz dünyaya. Nəysə davam elə. Bugün Amma- feminizmim tutacaq. Amma Lindanın ev yoldaşları əl çəkmir yaxşı ki və nəhayət bir polis razı olur və onlara gedir. Polis indi otağı yenə dəqiq bir şəkildə kontrol edir və o yatağın yorğanını birdən çəkir və görür ki, yatağın hər yeri qan içindədir. Lindanın şkafına girir və orada qanlı gecəliyini tapır. Qadını öldürüb, kravatını da hələ sərgiyə salıb, şkafına da qoyub təmiz. Bəli. Ya zaman qazanmaq üçün bəlkə də. Böyük ehtimal polis də bunu elə düşünür ki, o vaxt qazanmaq məqsədi ilə hər şeyi qəşəng səliqəli hala salıb ki, heç kimin xəbəri olmasın. Yəni prosta mən Gör evə necə girib ki, eyni otaqda yatmırlar qızla. eyni otaqda Aa, yatırlar. o yanında yatan qızın da xəbəri olmadı. Xəbəri olmadı. Nə, bəlkə Professional. yoxsa nə dərin imiş ki, Humay təsəvvürə axşam yatırsan, kimsə yanından girir. Bəlkə də dərman verib. Demə. Günay sən gülürsən. Bəlkə bir 4-5 ay bundan əvvəl yataqda yatırdım. Mənim bu ventilyatorum yoxdur. Birdən o yuxu ilə həqiqət arasındakı o pərdə var ha. Ay, yüngül yuxu, dərinə keçirsən yavaş-yavaş. Mən oyanmışdım, gecə yarısı idi. Amma hələ dırnaqın yuxudaydım. Bədənimi hərəkət edə bilmirdim. Yəni ki, beynim bədənimə siqnal verə bilmirdi ki, əlvi tərpət, ayağı tərpət. Yox idi. Gözlər açıq, şuurum yerində, bədənimə hərəkət edə bilmirəm. Gözümlə belə sağa doğru baxıram, ventilyatoru görürəm. Amma beynim onu ventilator kimi deyil, bir adam kimi görür. Bəlkə bir 5-10 dəqiqə mən durmadan bilmədiyim bütün duaları bəlkə oxudum. Ancaq onda da oxuyarsan. Sonra mən dedim ki, vay,
Kumay, sən ağıllı, savadlı bir qadınsan. Məntiqli düşünməyə çalış. Sən bütün qapı pəncərələri hər yatmadan əvvəl bəlkə bir 4 dəfə kontrol eləyirsən. Sən nə qədər paranoya içindəsən, mənə çatmır. Yatağın altına belə baxıram ki, mənim yatağımın altı 5 santimlik bir şeydir. Oraya heç Mən ona görə yatağı altı boş olan kravat almıram ya da almamışam heç vaxt. Çünki elə bilirəm ki, həmişə ayağımı çölə çıxardanda kimsə altdan gəlib mənim ayağımı tutub götürəcək. demə, mənim də elə şeydən qorxuram. Siz mən bilsəm ki, padvalda məsəl üçün qapını açıq qoymuşam, ərindiyimdən durub getmərəm, açıq saxlayıram. Ona görə mən bu qapını həmişə kilitləyirəm. Kimni gəl. Mən də ölmək Bu istəmirəm. rahatlıq var, sizdə bu paranoya mənə çatmır. Məndə elə şey qorxu yoxdur da. Günay, sən əsl xəstəsən, Günay. Ola bilər. Ay, qram qorxum yoxdur, qram vecimə də deyil. Bilsəm ki, kimsə orada gəzir çöldə. Özüm də çıxıb dalayacam, baxaram ki, kim var orada. Nə, bax mən elə eləyə bilmərəm. Mən o 1-2 ay o korona vaxtı həyat evimizdə tək qaldım ha. Mən balışımın altında balta falan saxlayırdım ki, hər ehtimal nə olursa olsun qoy özümü müdafiə edə biləcəyim bir şey olsun əlimdə. Yox, haşım, mən qorxuram. Qorxaqam mən. Amma Humay ancaq gözü hərəkət eləyə bilirdin, sən neyinsən o baltanı? Dedi, o həyatımda birinci dəfə o baş vermişdi ki, gözümü hərəkət edə bilirəm, azdan çoxdan düşünə bilirəm, amma bədənimi qram hərəkət edə bilmirəm. Yəni belə şam kimi belə uzanıb gözümlə sağa baxırdım. Az yuxu değildi. Ən gözəl yarımçıq yuxu. Bəzən necə olur, gözümü açıram deyirəm, ay Allah, durub o məsəl üçün onu eləməliyəm, bunu ya tualet ya su içmək deyirəm, eşeği birazdan təzədən girəcəm yuxuya, gözüm. Mən saat 2-də, 3-də oyanıb tualetə getmək istəyəndə, o mən yatağım günə demişkən yerdən bir qədər yüksəkdədir axı. O birdən-birə bir əlin oradan gəlmə qorxusu ilə bəzən heç tualetə getmirəm. Cəhənnəmə deyib 2 saat oyaq qalıram yatağımda, amma durmuram o yataqda. Deyərək kravatın altına gizlən. Sənin sənə bir oyun oynamaq. Yox, girmək istəsən belə girəmirsən. Məntiqim zaten onu deyir ki, ora heç kim girə bilməz. Tamam. Eyni vaxtda indi bu hadisə baş verdi. Yataqda qanlı ləkələr tapıldı və indi araşdırma davam edir. Eyni zamanda, eyni vaxtda o adam Liza qarşı olan davranışlarını dəyişir. Onlar artıq bir yerdə çox vaxt keçirmirlər. Elə vaxt olur ki, o adam günlərcə ortalıqda olmur. Onların cinsi əlaqəsi belə dəyişilir. O adam Lizdən çox qəribə şeylər istəməyə başlayır, amma Liz özünü yaxşı hiss etmir. Ona görə də qəbul eləmir və Molly'yə qarşı da o dəyişilməyə başlayır. Onlar bir gün Molly'yə qarşı olan dəyişməsi daha iyrənc olur əslində. Bir dənə məsələn, nümunə göstərmək istəyirəm. Bir gün onlar gizlənqaç oynamağa başlayırlar. Molly onu axtarmağa başlayır. O adam yorğanın altında olur. Molly onu yorğanın altına tapır və yorğanı çəkir. Və görür ki, o adam yorğanın altında lüt bir şəkildə uzanıb. Neçə yaş var Molly'nin? 7 ya 8 yaşı var. Molly amma bunu Demək ki, toxunmur. yox, toxunmayıb. Yalnızsa yenə də bu çox qəribə və iyrəncdir. Yəni hansı ata və ya ata rolundakı bir şəxs yorğan altında lüt bir şəkildə gözləyər. Yəni bu düzü həmişə deyirlər ki, o pedofil deyildi. O heç vaxt 18 yaşından aşağı qadınlara toxunmayıb. Həqiqətən də elədi, amma yenə də Molly'yə qarşı olan bu hərəkəti hamıya çox qəribə gəldi sonradan. Molly amma bunu anasına heç vaxt demir. Yəni o qorxur ki, anası o adama əsəbləşər. Yəni o adamı qorumaq istəyirdi. Yəni özü heç vecinə deyildi. Əsas odur ki, o adama heç nə olmasın. Qalsın. Yəni bəli, yəni nə olursa olsun həyatlarında qalsın. Biz indi çox sevdiyi adamın dəyişdiyini görür və elə bilir ki, problem özündədir. Yəni problemi heç o adamda axtarmır, problemi yenə də özündə axtarır və o başlayır içməyə. Bir gün Liz işdən evə gələndə görür ki, o adam evdədir və onu gözləyir. Və bu çox qəribə və qorxuludur, çünki evin hasarı əslində o adama heç vaxt verməyib. O adam neçə ildir bir yerdə qalır, açarım verir. yox, hasarı heç vaxt verməyib, amma yenə də o adam o gün evdə, qonaq otağında Lizi gözləyirdi.
Evə necə girdiyi naməlumdur. İndi o Qəribədir, amma necə açar verməyib. İllərdir yanındadır. nə bilim, haçarı yox idi. Səbəbi Bəlkə düzü mən oğlunu heç yerdə yerdi deyə qorxur, narahat idi. bəlkə də. Düz adamda öz evi də var idi axı. Bəlkə heç Lizdə də onun haçarı yox idi və Liz ona görə də öz haçarını vermək istəməyib. Qonaq kimi gəlirdi onda. Yəni o illər boyunca hə. Liz evə gələndə və o adam Lizin evə gəldiyini görəndə o başlayır sinir krizi keçirməyə və o deyir ki, hüquq təhsilini yarımçıq buraxmaq istəyir, çünki o artıq diqqətini bir yerə cəmləyə bilmir. Cinayətlərə. İndi bu sinir krizindən sonra Liz qəzetdə Lindanın yox olması barədə bir məqalə oxuyur. Və o adamla bu barədə danışır. Liz deyir ki, mən heç inana bilmirəm və anlaya bilmirəm. Bu necə baş verib və heç kim bunu eşitməyib. O adam da deyir ki, hə, mən də bilmirəm heç. Amma diqqətli ol, çünki sən də o qadına oxşayırsan. Sənin də başına elə bir şey gələ bilər. Sən ən yaxşısı get kilidini dəyiş, deyə cavab verir. Hə, ki məndən qoruyursun. Yox, problem də ondadır ki, Liz həmişə saçının rəngini falan dəyişmək istəyirdi. Bu heç vaxt qoymayıb. Heç vaxt razı olmayıb ki, o saçının rəngini, formasını dəyişsin. Amma o vaxtlar bütün qadınlar saçının rəngini, uzunluğunu dəyişməyə başlamışdı qorxudan. Eyni vaxtda şəhərdə durmadan qadınların ortadan yox olmağa davam eləyirdi və bunun səbəbi təbii ki, o adam idi. 12 martda Donna Mason itir. Onun 19 yaşı var və o tələbədir. O konserə gedəndə qaçırılır. O adam Donna'nın başını kəsir və Lizin bacasında yandırır. Başını bədənindən ayırır və Donna'nın başını yandırır. İyi gəlmir. Mən də düz onu düşündüm ki, bunun axı iyi gələr, amma elə bir şey heç vaxt deyil. Qalan bədən nə edir? Qalan bədəni heç vaxt tapılmır. Yəni elə parçalayıb yox eləyir ki, Donna'dan heç bir şey qalmır. Bədənindən heç bir şey tapılmır. Yox. Yalnızsa başına gələni o adam sonradan deyir də ki, yəni mən bunu eləmişəm onunla. 17 aprel 1974-cü ildə Susan Rancourt itir. 18 yaşı var və o da bir tələbə idi. 6 may 1974-cü ildə Roberta Parks itir. 20 yaşı var idi və o da bir tələbə idi. Və fikir vermisinizsə, mən həmişə deyirəm ki, itir. Yəni bu qadınların, tələbələrin ölümü barədə hələ polisin, cəmiyyətin xəbəri yoxdur. Hamı elə bilir ki, onlar yalnızca itib. Təəssüf ki, yenə 2 partlıdır. Böyük olduğu üçün mən hamısını birdən danışmaq istəmirəm. Onun adının, yəni kimliyini ikinci partda açıqlayacağam. Hə, o yaxşı maraqlıdır. Ki məncə siz biləcəksiniz kimdən söhbət gedir, amma ümidvaram ki, bilmərsiniz. Və beləliklə deyirik gecəniz, sabahınız, günortanız xeyrə və hələlik. Hələlik. Hələlik.